Everybody. Axşamınız xeyir. Deməli, onun sonrasında mətbuat konfransında hər birinizi bir daha xoş gördük. Əvvəlcə baş məşqçimiz Valdis Dambraskas oyunla bağlı fikirlərini bildirəcək. Ondan sonra suallarınızı ünvanlaya bilərsiniz. Please got your comments about today's match. Well, congratulations to my team. I think it was very good reaction after last game. Of course, I still want to say a good words about Gabala team. I think it's a very quality team, very dangerous team. I know it's difficult for them, and probably last game 120 minutes emotions and they didn't recover. So today I think it was no questions who is the better team, and I think the way we played in the first half was probably the best this season, and scored beautiful goals. We pressed, we did everything what we wanted today, and now again always repeating the same, just to forget next game in 3 days, go back tomorrow to the training base, recovery training, compensation training, and prepare for game against the Michelin. İlk öncə olaraq öz komandamı təbrik eləmək istəyirəm. Həqiqətən də bugün uşaqlar meydançada çox yaxşı, düzgün reaksiya verdilər. Və rəqibimiz haqqında da yenə yaxşı sözlər sərf eləmək istəyirəm, demək istəyirəm. Rəqib çox yaxşı, keyfiyyətli və təhlükəli bir komandadır. Ola bilər ki, bugün 120 dəqiqə oyunun yorğunluğu və emosiyalar rəqibə bugün müəyyən mənada təsir elədi. Amma bugün meydançada deyə bilərəm ki, şübhəsiz, sorğu-sualsız ən yaxşı komanda biz idik. Birinci hissədə demək olar ki, çox yaxşı çıxış elədik və çox yaxşı fərqləndik və ikinci hissədə də eyni şəkildə deyə bilərəm ki, oyun bizim nəzarətimiz altında idi və bu oyundan sonra hər zaman təkrarladığım bir şeyi təkrarlamaq istəyirəm. Bu oyunu unuduruq. Qarşıdan gələn 3 gün sonra yeni bir oyunumuz var, İmişli ilə oyun. Sabahdan bərpa məşqi keçirik və bu oyuna hazırlaşırıq. Bundan əvvəlki Qəbələ ilə oynanan çətinlik çəkmişdi. Xüsusən də kubokun ikinci oyunda, yəni oyunda. Nə dəyişdi ki, yəni Qəbələyə belə asanlıqla qalınca? Nə qədər desə də çətin rəqibdir, amma bugün sabah istədiyini elədi meydanda, istədiyi futbol oynadı və istədiyi türdə qollar vurdu. Coach, especially in previous two cup match, we have had a lot of difficulty against this team. You have said that they are a very good team, they are a dangerous team, but despite all of these things, what did you change during this day that you have scored easily goals and you have showed very dominant football? Exactly, that's the word. Dominant football is only possible when you go on the pitch and you do maximum from the first minute. You don't look back, you only look forward, where to press, how to go, how to progress with the ball, and I think we had exactly those things today. But the cup games, especially when you play two legs, home and away, is very, very different from the championship games, and I think you can see that trend everywhere in Europe, in every league, in every country, because in those two games you don't play. You know that whatever happens in the first game, you still have second game. You don't play for the points. You play to pass to the next round, and I'm really pleased, and I want to congratulate my team that in 1 month we played Gabala 4 times, and we completed the task. We went to the next round and we took maximum points in the championship. I think this is a really, really good achievement for any team. When you play 4 times against the same team and really dangerous team that is always threatens you with the speed, with attacking that space behind the back, and that has a good shape, good formation in defensive shape. I think it's not easy, and I think my players, they did really good job today. Tam sizinlə razıyam. Bugün həqiqətən də rəqibdən çox üstün bir dominant futbol sərgilədik, göstərdik. Bugün daha çox təzyiq eləyən, ilk dəqiqələrdən etibarən daha çox hücuma qoşulan, daha çox hücumda oynayan bir komanda idi. Əlbəttə, çempionat oyunları ilə kubok oyunlarını müqayisə eləmək bir balaca düzgün deyil, çünki hər iki
fərqlidir oyunlardır. Çünki dünyanın hər tərəfində də belə bir trend var. Kubok oyunlarında nə baş verirsə baş versin, bu iki mərhələdən ibarət olan bir oyundur. Kubok oyunda birinci oyundan sonra ikinci oyunu daha çox fikirləşirsən. Necə ikinci mərhələyə yüksələk. Amma mən yenə də asan deyil bu cür komandaya qarşı bir ayda 4 dəfə çıxış eləmək və 4 dəfə çıxış edərkən də öz işinin öhdəsindən gəlmək, kubokda mərhələ adlamaq və çempionat oyunlarında da istədiyimiz xalları götürmək. Baxmayaraq ki, rəqib çox yaxşı bir komandadır, rəqib təhlükəli komandadır, qeyd elədim. Rəqib boşluqlara, müdafiənin arxasına hər zaman şığıyan, sürətli oyunçulardan ibarət olan bir komandadır. Çox yaxşı düzülüşləri var. Amma bütün bunlara baxmayaraq mənim oyunçularım həqiqətən də öz üzərlərinə öhdəliklərinə düşən işi çox mükəmməl şəkildə yerinə yetirdilər. Təbrik edirəm. Birincisi, fasilədən 5 dəqiqə sonra verəcəksiniz. Bu zədə ilə bağlıdır, yoxsa bir geliş? I have two questions. First question about Mikos. You subbed him off after the 5 minutes of second half. It was relation with his injury or it was something tactical? No, it was in relation with his injury. We know that he's not 100% yet, and he does maximum what he can for the team. And today, like, his contribution is priceless. 2 goals in 45 minutes. You know what we can ask from him and for the striker. And if you think the player does not play for 2 months, comes back, 1 game, limited minutes, next game limited minutes, third game limited minutes. Look, in 2.5 months he did not play never played more than 1 half. Today, okay, a little bit more than 1 half, and 4 goals in last 3 games is really fantastic achievement, and I think really fantastic contribution from Lens. Tamamilə o bu gün onun zədəsi ilə bağlı olan bir şeydir. Çünki o tam olaraq 100% hazır deyil, amma o hər oyunda özünün çalışır ki, maksimumunu versin və bu gün onun bizə töhfəsi həqiqətən də qiymətsizdir. 2 gol fərqləndi, 2 ötürmə etdi. Düşünürəm ki, 2 ay yarımda artıq o tam olaraq 90 dəqiqə çıxış eləmir. Sadəcə müəyyən müddətdə biz ona fürsət veririk ki, oynasın və onun bu müddət ərzində son oyunlarda fərqlənməsi həqiqətən də möhtəşəm bir işdir. Yenə də qeyd etmək istəyirəm ki, onun bizə verdiyi töhfəsi çox mühümdür, çox önəmlidir. Bir də Andres Santos'u 2-ci turdan sonra ilk dəfə meydana buraxdınız. Nə dərəcədə razı qaldınız və gələcəkdə daha çox şans vermək düşünürsünüz? And about second question about Andres Santos, you gave him chance after the 3rd round now. First chance he got in 3rd round, and did you his match, did it satisfy you, and in the future do you want to give more chances to him? Look, I think it's a little bit too short time to say if it's was satisfying or not satisfying. Only like 10 minutes, not much that he can show, but every day, every training, he shows how eager he is and how much he gives us in terms of competitiveness, in terms of physicality. He's really talented young player. Of course, you know, like we fight every game to win, and in front of him he has very experienced and very good center backs like Solvet, like Nogueira, like Rahman Dajdamirov, and it's not easy, so he needs to wait for this chance and to take as much minutes as he can. So we know that they still 10 games to go plus cup games, and we are in position where we believe that everybody's contribution is needed, and who knows what will happen in a game or two. Maybe we will need to start him, or maybe we will need to play him longer. So that's why, you know, like we're trying to give to the players this first team experience and to expand the squad. Düzdür, ilk qısa müddətdə o çıxış elədi və 10 dəqiqədə onun oyunundan razı qalıb və qalmamaq demək çox çətindir. Amma o hər məşqdə özünün necə ac olduğunu, necə istəkli olduğunu, rəqabətə davamlı bir oyunçu olduğunu, fiziki cəhətdən çox yaxşı oyunçu olduğunu göstərir. Bizim üçün o gənc, istedadlı bir oyunçudur, çox yaxşı bir oyunçudur. Amma onun
önündə Solvet, Nogueira, Rəhman kimi mərkəz müdafiəçiləri var ki, hələlik bir balaca o daha çox gözləməlidir ki, vaxt ona da gəlib çatsın. Amma o əlindən gələni eləyir. Bizim üçün hər bir oyunçumuz dəyərlidir. Çünki qarşıda bizim 10 çempionat oyunumuz və kubok oyunlarımız var və biz hər bir oyunçunun istəyirik ki, hər biri bu oyunlarda bizə töhfə versin. Ola bilər ki, gələcəkdə biz onu ilk 11-likdə də görək və yaxud da ki, daha çox oyun vaxtı verək. Bunların hamısı mümkündür. Artıq Mikyos da qayıdı, Xəyal da formadadır bu gün oynamasa da və qışda bir hücumçu transfer oldu Embina və hələ ki görünmür. Bu üç hücumçunun arasında yəni seçim etmək Dambrauska üçün o qədər də çətin deyilmi və daha çox ağlında olan favorit hücumçu kimdir? Miklos, he has returned. Also, Khayal is in a good shape. You have transferred also Orfi. And for you, it will not be difficult to choose between three main attackers. And who is favorite of these attackers for you? The favorite is the one that who is selected and who is playing on the pitch at certain moment. But I think every team that plays for something, that tries to win every game, like we do, is very important. You know, to have the selection, and I'm very pleased about Lens, as I said. I'm very pleased about Khayal, but as you see, you know, like towards the end of the season, is not easy. Is a lot of games, and also like Khayal, also, you know, is always candidate and plays for national team. So. Not fully healthy at the moment. Okay, you know, after last game when he needed to come off today, like we didn't want to risk him. If it was needed, he could come in for some minutes, but we decided that is no need, you know, like to risk with his health today. Same with Lens, and Bina is also started to train this week with the main team. So I really hope that in the nearest future we will have even wider selection of attacking players up front. Mən onu deyə bilərəm ki, mənim üçün favorit oyunçu oyun günü meydana çıxan oyunçudur. O an bizə lazım olan gərəkli oyunçudur. Qarşımızda həqiqətən çox oyunlar var və biz üçün bu oyunçuların hər biri önəmlidir və bunların hər biri bizə lazımlı olacaq. Mən qeyd etdiyiniz kimi Xəyaldan da məmnunam, Lensdən də məmnunam. Çünki Xəyal bildiyiniz kimi milli komandaya namizəd oyunçularımızdan biridir, amma onun bir balaca sağlamlıq barəsində onun problemi var idi. Ona görə də biz onu risk eləmək istəmədik ki, bugün oynasın, amma lazım gələrdisə o meydançaya daxil olub özünü göstərəcəkdi. Embina isə bu həftə artıq ümumi komanda ilə məşqlərə başlayıb. Ümid edirəm ki, qısa zamanda da onu meydançada görəcəksiniz. Bir məşqçi kimi belə geniş seçimi olmaq mənim üçün də xoşaldır.